Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə FES Akademiyanın təşkil etdiyi ədəbiyyatdan sualların izahına baxacağıq. İzahlara keçmədən öncə bir məlumata diqqətinizə çatdırım ki, bizim tam yeni sıfırdan qruplarımız artıq dərslərə başlayır. Bunun üçün siz də FES Akademiyanın 077 598 38 00 nömrəsi ilə əlaqə yaradıb dərslərimizə qoşulub dərslərimizdən faydalana bilərsiniz. Təbii ki, yüksək nəticə göstərmək istəyirsinizsə, elə günü bugündən dərslərimizə qoşulun. Keçək izahlara. İlk sualımız belə idi ki, bayatı ilə bağlı doğru fikri müəyyən edin. Xüsusi melodiyası var. Təbii ki, bu bayatıya aid xüsusiyyət deyil. 4 misra 7 hecadan ibarət abab şəklində. Abab deyil, təbii ki. Buna görə B variantı da yanlışdır. Bayatda qafiyə quruluşu necə idi? Birinci, ikinci, dördüncü misralar. Yəni A deyək ki, A, B, A şəklində qafiyələnməlidir. Ona görə B variantı da olmaz. Həcmcə 2 bənddən ibarət olur. Xeyr, yanlışdır. Lirik folklor nümunəsidir. Əsas fikir son 2 misra. Bəli, birinci, ikinci misralar deyək ki, üçüncü, dördüncü misralar üçün nədir? Söyləniləcək fikirlər üçün zəmin rolunu oynayır, yaradır. E-də də deyir ki, ikinci, üçüncü misralar. Elə buna görə də E variantı da yanlışdır. Daha sonra ikinci suala baxaq. Salıb Qazanın evinin yağmalandığı boyu ilə bağlı səhv fikri müəyyən edin, deyir. Qazan xanım bəlkə boşa düşməmiş oğlu Uruz əsirlikdə olarkən əxlaqi mənəvi keyfiyyətləri ilə Oğuz elinin layiqli övladı olduğunu sübut edir. Doğrudur bu. Qazan xanın yuxusunu qardaşı Qaragünə yozur. Bəli. Qazan xanı yağmalanmış var dövləti yox, bəli, anası düşündürür. Bu da doğru fikirdir. Təkür basıldıqdan sonra digər kafirlər qaçaraq yenidən birləşirlər. Təkür deyək ki, basıldıqdan sonra elə yanlış fikir, bəli, D variantıdır. Kafirlər Qaraca çobana bəylik təklif etsələr də onu yoluna, bəli, bu da doğru fikirdir. Demək, yanlış fikir elə D variantı idi. Üçüncü suala deyir ki, Həmzənin Qıratı qaçırması qolunda Qıratın qaçırmasını oğurluq deyil, igillik hesab edən obraz kim idi? Elə bu Həmzə idi. Həmzənin deyək ki, özü idi. Daha sonra Mirzə Fətəli 4-cü suala deyir ki, Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib povestinin əsas ideyası nədir? Əsas ideya mütləqiyyət üsul idarənin deyək ki, tənqidi idi. D variantı. Daha sonra 5-ci suala deyir ki, hansı əsərdə remarkadan istifadə olunmuşdur? Yəni, remarka deyirsə, təbii ki, dram əsəri olmalıdır. Dram əsərlərində remarka olur. Və deyək ki, Anarın keçən ilin son gecəsidir. Digər əsərlər isə Ana lirik şeirdir, Gələcək gün deyək ki, epik əsər, Səsli qız poema, Köstəki həmçinin deyək ki, epik növə aiddir. Epik növün deyək ki, janrıdır. Daha sonra 6-cı sual nümunədə hansı bədii təsvir vasitələri deyir, işlənmişdir. İldırımlar buludların pələngi, paslanacaq mənsiz şimşək, üzəngi. Demək, ildırımlar buludların pələngi, paslanacaq təşbih, bir də ki, şimşək, üzəng. Düzdürmü? Təşbihlə epitet. Daha sonra 7-ci sual. Mirzə Ələkbər Sabirin Neylərdin ilahi şeiri haqqında fikirlərdən doğru olanı istəyir. Demək, Əruzun Rəməl bəhrindədir. Təbii ki, Rəməl bəhrində deyildi, Həzəc idi, yanlışdır. Bütün beytlərində xitab və bütün beytlərdə xitab və bədii sual. Bəli, Neylərdin ilahi xitab və bədii sualdan istifadə olunub. Ona görə elə B variantıdır. Tərənnüm əsasında, yəni deyək ki, Neylərdin ilahi satirada tərənnüm olmayacaq. Beytlər şəklində süjet xəttinə malikdir. Yanlışdır. Daxili qafiyələr geniş yer verilmişdir. Bu da yanlışdır. Hüseyn Cavidin İblis əsəri haqqında fikirlərdən biri səhvdir. Deyir ki, əsərdə müharibənin fəlakətləri və ayrı-ayrı insanların acınacaqlı taleyi. Bəli, bu doğrudur. Əsər şərə qarşı qüvvətli etirazın bədii ifadəsidirmi? Bəli. Əsər bəşəriyyətin şərdən qurtulacağına nikbin inamla bitir
Bu deyək ki, elə yanlış fikirdir. Şərdən qurtaracağına deyir ki, nisbi namla bitir. Fəlsəfi səciyyəli mənzum faciədir. Bu doğrudur. Əsər İblisin monoloqu ilə başlayır. Bəli, monoloqu ilə də bitir. 9-cu sual Əhməd Cavadın Azərbaycan bayrağına şeiri üçün doğru fikir hesab etmək olmaz deyir. A variantında deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmışdır. Bəli, vətənin birliyi uğruna mübarizə əsas fikir kimi səsləndirilir. Vətənin birliyi uğruna mübarizə. Xeyr, elə yanlış fikir belə deyək ki, B variantıdır. Vətəni sevən sənətkarın ürək çırpıntıları duyulur. Bəli. Daha sonra şeir heca vəznində bəndlər şəklindədirmi? Bəli. Şeirdə şairin türkçülük ideyaları da öz əksini tapıb? Bəli. Yanlış olan elə B variantıdır. Onda deyir ki, Cəfər Cabbarlının Nöqtə Eloğlu əsərində hansı fikri Xaspolad obrazına aid etmək olar? Xaspolad obrazına aid edilə bilən fikir, baxsaq elə teatr müdürü kimi Oktayın səhnəyə qayıtmasına nədir? Nail olur. A variantı. Daha sonra 11-ci sual məişət nəğmələrinə aid olanları. Məişət nəğmələri hansılardır? Laylalardır, bir də ki, oxşamalardır da, düzdürmü? 2 ilə 5. Ağıllı uşaq əsəri ilə bağlı doğru fikirləri bizdən istəyir. Dəyişməz özəl xüsusiyyətlərə malikdir. Bəli. Şifaxalq ədəbiyyatı nümunəsidirmi? Təbii ki, 2-ni də götürürük. Daha sonra heca vəzinli şeirlərə yer verilir. Yanlışdır. Təhki aparıcıdırmı? Bəli. Gözlərimə sonluqla bitir. Xeyr. Demək elə 1, 2, 4 mənim testimin doğru variantlarıdır. Nizami Gəncəvinin İskəndərnamə poemasındakı İskəndər obrazı ilə bağlı düzgün fikirləri istəyir bizdən. Peyğəmbər səviyyəsinə yüksəlir və hər yerdə təkallahlığı təbliğ eləyir deyir. Bəli, doğru fikirdir. Ağıllı tədbirlərlə şöhrət qazanan xeyirxah, qüsursuz bir obrazdır deyir. Yəni, qüsursuz deməyək, çünki İskəndərin də qüsurları var idi və Nizami bunu gizlətmirdi. Dövrün ən yaxşı alimlərindən biri olan Niqamışdan təhsil almışdımı? Bəli, Nüşabənin sarayına gələndə qılınc və kəmərini açaraq səcdə edir. Bu yanlışdır. Əsərdə Feyləquşun zülmü onun ədaləti ilə qarşılaşdırılır. Xeyr. Daha sonra atası da belə deyək ədalətli idi. Elə İskəndərin deyək ki, özü də yəni Feyləquş zülmkar bir obraz deyildi. 14. Verilmiş nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Yar zülfü təki günüm qarardı, yar ağzı kimi yerim darardı. Qanlar yuduram yüzündən ayrı, bimar tənəm gözündən ayrı. Birinci beytdə deyir ki, epitet işlənmişdir. Birinci beytdə yar zülfü təki günüm qarardı. Yəni, epitet yoxdur birinci beytdə. Eşqin əzab əziyyətinə ahnalı edən aşiqin şikayətidir. Bəli. Məşuqənin xarakteri böyük ustalıqla tərənnüm edilmişdir. Yar zülfü təki günüm qarardı, yar ağzı kimi yerim darardı. Qanlar yuduram yüzü. Məşuqənin xarakteri böyük ustalıq. Məşuqə deməyək, aşiq deyək. Ayrılıq dərdi aşığı xəstə bədənə çevirmişdimi? Bəli. Çəkdiyi istirablar aşıqə dünyanı dar edir? Bəli. Demək olacaq elə 2, 4, 5. 15-də deyir, Məhəmməd Füzulinin Leyli və Məcnun əsərinə əsasən cədvəldəki hansı rəqəmlərin yeri dəyişilsə, uyğunluq gözlənilər. Doğrudur. Ata-anası bir dəqiqə Leyli Məcnun əsərinə əsasən hansı rəqəmlərin yeri uyğunluq gözlənilər deyir. Ata-anasının, yəni doğruda deyək ki, bir yanlış var, yanlışda da doğruda. Biz bunların yerini dəyişməliyik. Ata-anası Qeysin mənəvi azadlıq istəyini anlamır. Bəli. Leylin anası qızı ilə bağlı yayılan xəbər qorxu və dəhşətlə qarşılayır. Bəli. Leyli Məcnunu sevdiyini anasına bildirməkdən çəkinmir. Leyli Məcnunu. Əslində bu yanlış fikirdir. Düzdürmü? Bu tərəfə keçməli idi. Demək, 3 burada olmalıdır. 3-ü bu tərəfə keçməliyik. İndi baxaq yanlışa. Leylini İbn Səlama ərə verməyə razı olan ata qızından rəyini soruşmağı düşünmür. Bu doğrudur, bu yanlış. Demək, 3 ilə elə 4 dəyişilməlidir. 3 bu tərəfə keçməlidir, 4 bu tərəfə.
Demək 3 ilə 4. Məcnun feodal qaydalarına təslim olmasa da Leyli bu qaydalarla kənara çıxa bilmir. Məcnun feodal qaydalarına təslim olmasa da Leyli əslində təslim olur, sadəcə açıq etiraz eləyə bilmir. Leyli Məcnunu sevməsindən hamıdan əvvəl anası xəbər tutur. Leylinin Məcnunu sevməsindən hamıdan əvvəl anası xeyr, söz-söhbət yayılır ondan sonra. Bu da yanlış fikirdir, yanlış xanadadır. Demək 3 ilə 4-ün yerini dəyişməliyik biz. 3, buradan da 4-dür. Bakıxanov Hikmətin Fəziləti əsərindəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Düzgün ardıcıllıq istəyir. Şah üzüyü qocaya təqdim edir. Təbii ki, bu sonlarda olur. Şah hamını çağırıb 3 sual verir. Bu əvvəllərdə olur. Qoca şahın vəziri təyin olunur. Bu da ən sonda olur. Mötəbər həkim şaha sifariş, demək 4 ilə başlayacaq. Sifariş göndərdi. Sonra şah hamını yığır, sual verir. 2. Daha sonra şah üzüyü qocaya təqdim edir. 1. Ən sonda vəzir təyin edir. 4, 2, 1, 3. 17-ci sual Vəzirova Müsibət Fəxrəddin əsərindəki obrazlarla bağlı yanlış fikri istəyir bizdən. Rüstəm bəyin həyata baxışı xarakterindəki cəhətlər ilk monoloqundan üzə çıxır. Bu doğru fikirdir. Bizə lazım deyil. Səadət xanım dramaturqun ilk müsbət qadındır deyir, ilk müsbət qadın obrazıdır deyir. Elə buna görə yanlışdır, 2-ni götürəcəyik. Fəxrəddin xalqın maariflənməsi ilə bağlı böyük arzularla vətəninə dönür. Bu necə fikirdir? Doğru, mənə lazım deyil. Şahmar bəy cəhalətin hakim olduğu mühitin tipik nümayəndəsidir. Şahmar bəy. Bəli, bu da doğru fikirdir. Mənə yanlış fikir lazım idi. Mələk xanım intiqamcı xarakterinə görə Rüstəm bəydən tamamilə fərqlənir yazır. Əslində fərqlənmir. Ona görə elə 2-5 doğru variantdır. Badi Sabah mənim dərdi dilim əsərindəki lirik qəhrəman demək, rəqibin məkirli hərəkətlərindən şikayətlənir. Belə rəqib yox idi orada. Ona görə bir mənə lazım deyil. Öz kövrək duyğularını səhər yeli ilə bölüşür. Badi Sabah mənim dərdi dilimi ol bu zibaya dedin. Nə dedi? Ahın aləmə asimana yetdin. Həmin şeir. Həm sevgilisindən, həm də vətəndən ayrı düşdüyü üçün kədərlidir. Xeyr, yəni belə bir məqam yox idi. Sevgilisinə qovuşacağına ümidi yoxdur, əslində ümidli idi. Nigarançılıq və narahatlıq hissi keçirdir. Bəli. Demək, burada da elə cavab 2-5 olmuş olacaq. 19 Krılovun İvan Krılovun ağac əsəri ilə eyni janrda olan əsərləri seçin. Yəni təmsil, yaralı bir uşağın dastanı, təbii ki, mənzum hekayədə olmaz. Hikmətin Fəzilətdə təmsil deyildi. Eyni janrda. Düzdürmü? Götürə bilmərik. Daha sonra Kərkədan və Qarışqa bəli təmsil idi. Əqrəb və Çanaqlı bağa təmsil idi. Götürür Sultan Zəncər və Qarıda mənzum hekayə idi. Ona görə elə testin doğru variantı 3 və 4 olmuş olacaq. Nümunədə hansı bədii təsvir vasitələri işləmir? Gedər ağızlardan dad da, ləzzət də, ağıl da, ürək də gülər arzuya, azadlıq olmayan məmləkətlərdə həqiqət riyadır, ədalət boya. Bəh, bəh, bəh. Çox mükəmməl şeirdir həqiqət. İndi nə deyir? Bədii təsvir vasitələrində tapmaq. Baxaq, epitet varmı burada? Gedər ağzından dad da, ləzzət də, ağıl da, ürək də gülər. Epitet mən burada görmürəm, epitet yoxdur. Təşbih varmı? Gedər ağızlardan dad da, ləzzət də, ağıl da, ürək də gülər. Azadlıq olmayan məmləkədə həqiqət riyadır. Bəli, təşbih var. 2-ni götürəcək. Rəmz yoxdur, rəmz simvol mən burada görmürəm. Metonimiya varmı? Ad dəyişmə yoxdur. Metafor varmı? Bəli, metafor da var. Gedər ağızlardan dad da, ləzzət də, ağıl da, ürək də gülər arzuya. Yəni ağlın, ürəyin deyək ki, arzuya gülməsi, ağız da, ürək də deyir ki, gülər. Düzdürmü? Ürək gülər. İnsana aid xüsusiyyət köçürülüb. Demək metaforda var. Elə olacaq 2, 5. Belə yoldaşlar, bugünkü sınavımızın da, bu həftəki sınavımızın da izahı bu qədər. Bir daha bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, ən son deyək ki, qruplar yığılır. Artıq dərslərə başlayacağıq. Bunun üçün FES Akademiyanın
göstərildiyi 077 598 3800 nömrəsi ilə əlaqə yaradıb dərslərimizə qoşula bilərsiniz. Sağ olun. Növbəti izahlarda görüşənə qədər.